Bir gün ikinci hisse, bir gün birinci hisse. Her gün bir sual, bir izah marafonunun ikinci günündəyik. İkinci hisseyle devam edirik. Funksiya və qrafiklər mövzusundan belə bir sualın həllinə birlikdə baxaq. Bizə deyir ki, həqiqi kök yoxdur. Bu şərt nə zaman ödənirdi kvadrat tənlikdə? Diskriminant kiçikdir 0 olduqda biz kvadrat tənlinin həqiqi kökləri olmadığını bilirdik. Və diskriminant da biz necə tapırdıq? B kvadratı çıxılsın 4AC düsturu ilə. Və bizə deyir ki, bu kiçikdir 0 olmalıdır şərtə görə. Buradan B kvadratı 4AC-ni sağ tərəfə atsam, B kvadrat kiçikdir 4AC olacaq. Və B kvadratı kvadrata yüksəldildiyi üçün ümumi olaraq müsbət ədəddir. Bir müsbət ədəd o zaman kiçik olar ki, burada müsbət olsun. Yəni AC-nin işarəsi müsbət olacaq. A ilə C-nin işarəsini ayrı-ayrılıqda demirəm. A vur C hasili ümumilikdə müsbət ədəd olacaqdır. Ondan əlavə bizə belə bir şərt də veribdir. A plus B plus C. Biz bilirik ki, onlar da əmsallardır. Əmsallar necə tapılırdı? Funksiyada əgər verilən tənliyə bir funksiya kimi baxsam, fx bərabərdir ax kvadratı plus bx plus c bir kvadratik funksiya, yəni parabola kimi baxsam, bunun əmsalları f1'i tapmaqla tapılır. Yəni x-ların yerinə 1 qoyurduq. Olacaq da a plus b plus c. Və bu şərtdə deyir ki, sıfırdan kiçikdir. Yəni qısaca sənə deyir ki, f1 funksiyası sıfırdan kiçikdir. Yəni funksiya mənfidir. Qrafikin çəksə bir parabola üzərində də bunu göstəreyim. Yəni qrafik üzərində tam aydın olsun. Kökləri olmayan, həqiqi kökləri olmayan deməli parabola ya y oxunu kəsərək qollar yuxarı gedəcək. Hansı ki burada a böyükdür 0 olacaq. Ya da qollar aşağı olacaq. Burada isə a kiçikdir 0 olan şərtdə. Yəni x oxunu kəsməməlidir köklər yoxdursa. Şimdi gəlirəm sualıma. Sualımda biz nə dedi? F1 funksiyası sıfırdan kiçikdir. Yəni funksiya mənfidir. Mənfidirsə deməli onun qolları aşağıdır. Baxın bu kəsdiyi bu nöqtə isə C-ni göstərir. Desəz mənimə C necə tapılır? C isə həmin kvadratik funksiyada x-in yerinə 0 qoymaqla tapılır. Yəni A vurulsun 0, üstə B vurulsun 0, üstə gələ C. Buradan isə F0 deməli C-yə bərabər olmuş olacaq. C-ni isə harda kəsdi? Mənfi tərəfdə kəsmiş oldu. C kiçikdir 0 olacaq. Və şərtdə bizə deyir ki, C parametrinin ən böyük tam qiymətini tapın. C mənfi ədəddir. Sıfırdan kiçik ən böyük mənfi ədəd isə mənfi 1'dir. Yəni variant B'dir.